Salam, mən bugün uşaqlarda Koksaki xəstəliyi haqqında danışacağım. Koksaki xəstəliyi əl-ayaq ağız xəstəliyi kimi bildiyimiz hər yaş qrupunda, xüsusilə bağçaya gedən uşaqlar arasında üstünlük təşkil edən bir virus infeksiyasıdır. Bu xəstəliyin əsas əlamətləri yüksək temperatur, boğaz ağrısı, iştahsızlıq, halsızlıq şikayətləri ilə başlayır. Bunun ardınca uşağın ağzının içində aflar deyirik, suluqlu səpkilər olur. Bu səpkilər ağrıdıcı, göynədici səpkilərdir və sonra ağzın ətrafında, əlin içində, ayağın altında, diz-dirsək büküşlərində, qasıq nahiyəsində cüt-cüt yerləşən sulu səpkilər yaranmağa başlayır. Bu səpkilər əsasən qaşıntısıdır. Bəzi allergi uşaqlarda qaşıntı ilə müşayiət oluna bilər. Amma ağzın içində olan bu suluqlu səpkilər uşaqlarda, xüsusilə körpə uşaqlarda ağrı, göynəmə verir. Uşağın yemək yeməyinə, maye qəbuluna maneçilik törədir. Və bu zaman əgər uşaqda dehidratasiya yaranarsa, uşaq ümumi olaraq halsız olarsa, uşağın bəslənməsində ciddi bir problem yaranarsa, damar yolu ilə fizioloji məhlulların yeridilməsi məqsədə uyğundur. Bu xəstəlik çox zaman su çiçəyi xəstəliyi ilə qarışıq salınır. Mən bugün bu xəstəliyin əsas bir-birindən necə ayırt etmək lazımdır, onları qeyd edəcəm. Əl-ayaq ağız xəstəliyi adından da məlum olduğu kimi xüsusi lokalizasiyası var. Yəni həm əlin içində, ayağın altında, ağız ətrafında olur. Amma su çiçəyi səpkiləri başın tüklü hissəsindən başlayır. Əsasən gövdədə, bədənin ön və arxa hissəsində üstünlük təşkil edir. Su çiçəyi səpkiləri çox vaxt qaşınmadan gedir. Amma Koksaki xəstəliyinin səpkiləri əsasən qaşıntısız olur. Bir də ki, bu xəstəlik zamanı əsas müalicədən danışacağım. Bu digər virus xəstəliklərində olduğu kimi bu xəstəliyin də xüsusi bir müalicəsi yoxdur. Müalicə simptomatikdir. Yəni müalicədə məqsəd uşağın ümumi vəziyyətini rahatlaşdırmaq, hüzurunu normallaşdırmaqdan ibarətdir. Qızdırma zamanı valideynlər parasetamol tərkibli dərmanlardan istifadə edə bilərlər. Qaşınma əgər incidirsə, ümumi vəziyyəti narahat edirsə, antihistamin dərmanlardan istifadə edə bilərlər. Bu xəstəlik zamanı antibiotiklərə qətiyyən ehtiyac yoxdur. Yəni antibiotiklər bilirik ki, bakteriya əleyhinə dərmanlardır, virus müalicəsində yol verilməzdir. Nə zaman antibiotiklər istifadə edə bilərik? Uşaq bu səpkiləri qaşıyar, səpkilər infeksiyalaşar. Yəni ikincili olaraq piodermiya inkişaf edəndə antibiotiklərdən istifadə etmək olar. Buradan bir nüansı qeyd etmək istəyirəm ki, valideynlər bəzən bu xəstəlik zamanı belə su çiçəyidə, Koksaki xəstəliyi zamanı səpkiləri boyuyurlar, zelyumka vururlar. Yəni bunları vurmaq o qədər də vacib deyil. Əsas məsələlərdən biri valideynlərin verdiyi suallardan biri bu xəstəlik zamanı, su çiçəyi xəstəliyi, Koksaki xəstəliyi zamanı uşağımı içimizdirə, yuyundura bilərəmmi? Bəli, yuyundurmaqda heç bir problem yoxdur. Əksinə uşağın ümumi vəziyyətini rahatlaşdıracaq, səpkilərin infeksiyalaşmasının qarşısını alacaqdır. Ona görə də valideynlər qətiyyən uşağı yuyundurmaqdan qorxmasınlar. Sağ olun.